Aziz kardeşler, İmam Hüseyin Ağa'nı ziyaret elədim. İnşallah Əbülfəzl Abbası ziyaret etmeye gidelim. Allah bütün kardeşlere nasip eləsin inşallah. Kerbala ziyareti, Ərbəni ziyareti inşallah. Hamınıza salamlar var Kerbaladan. Bütün kardeş bacılarımızın ziyaretini nasip etməyini Allah'tan arz edirəm. İnşallah hamınız bütününü gəlib görər. Hamınıza salamlar, hamınızın adına dua edirəm. İnşallah Allah hamı nasip eləsin. Allah'a emanet olun. Atamın şəklini Əbülfəzl Abbasın hərəminə qoyacağım. Çünki bilirsiniz ki, atam 3 aydır rəhmətə gedib. Əbülfəz aşıq idi. Həmişə atama nəsə elətdirmək istəyəndə zəif yerini tapmışdım. Deyirdim ki, sən o Həzrət Abbasına olar. Falan şey elə. Əgər Həzrət Abbasın adını verirdimsə, artıq ondan keçə bilmirdi. Deyirdi ki, yaxşı. Və o dəfn olunanda dostları onun məzarında oyan ey yarı vəfadarım oyan, ələmdarım oyan mərsiyəsini oxumuşdu. Yəni o ələmdara bir bağlıydı. Ona görə istəyirəm ki, onun şəklini Əbülfəzl Abbasın ələmdarın hərəmində saxlayayım və ora verim. Su içim gedirik. عاشق میخوای بشی رفتار کن، رفتار کن. عاشق چی میخوای بشی؟ از کنارش هر روز رد شو، هر روز نگاهش کن در یک ساعت مخصوص. چند سال صبح ها میگی صلی الله علیک یا ابا عبدالله توی ساعت مخصوص از کنار یه دیوار عبور کرده بودی، عاشق شده بودی. حسین جانم میخواهم به تو عادت کنم تا عاشق تو بشم. حسین جانم میخواهم به تو عادت کنم تا به تو عارف بشم. Yola çıxdıq, inşallah gedirik Bakıya. Oradan sonra bir neçə işlərim var, onları həll eləməliyəm. Axşam saat 9-da aeroporta gedirik. Bütün detalların hamısını davamlı şəkildə vlogda bölüşəcəm sizlə. Deməli gəldim Bibiyə, Bibi Heybət məscidinə, ziyarətgahına. Bibi ilə sağollaşmamış getmək olmazdı. Hə, deməli mentim pasport stolda otururdu. Getdim, həm onunla görüşdük. Mənə kitab verəcək, onu götürəcəm. Həm də ki aldıq bileti, gedirik. Görək inşallah yolumuzda bizi nə macəralar gözləyir. İndi 3-cü mərtəbəyə qalxırıq. Orada qeydiyyat tamamlanmalıdır. Belə mentimlə görüşdük. Mənə kitap hediye elədi. Dekil Bakı'dan Tiflis'ten 82-37 nömrəli reysi gecikən sərnişinlərdən. Şükürlər olsun ki, bir saatlıq uçuşumuz bitdi. Artıq Gürcüstandayıq. Bu proseslər haqqında danışım sizlə video arası. Həqiqətən Allah ki Quranda deyir ki, mənə vasitələrlə gəlin. Yəni biz Allaha vasitələrlə gedək. Düşünürəm ki, Allaha getməyin ən gözəl vasitəsi həqiqətən də Əhl-i Beytdir, imamlardır. Və xüsusən elə imamlar var ki, düzdür, hər bir imamın özünün
xüsusiyyəti var, hər bir imamın özünün gəliş səbəbi var, insanlara göstərdiyi tərəfi var və bir də batini tərəfi var. Yəni həm zahiri, həm batini tərəf var. Yəni bir var bizim gördüyümüz imam, bir var həqiqətdə olan imam. Bizim gördüyümüz və bir də görmədiyimiz tərəflər. Onlardan ən rəngarəngi, ən sevimlisi, mehribanı və səxavətlilərindən biri İmam Rızadır. Hansı ki, indi ziyarətinə gəldiyimiz imamdır, Məşhəd ziyarətidir. Doğrudan da çox qəribə bir ab-hava, çox qəribə bir ruhiyyə var bu ziyarət yerlərində. İnsanların bura toplaşması, insanların bir-birinə olan münasibəti, hətta orada olan xadim və xadimələrin insanlara olan münasibəti bir növəsində insan necə olmalıdır? İnsan nə cür davranmalıdır bir-birinə? Sualının cavabını verir. İndi inşallah bizim səfərimiz uzundur. 20 günlük bir səfərdəyik. Ziyarət yolumuz, səfərimiz Ərbəyin əsas olaraq, yəni o Ərbəyin ziyarətinə doğru gedirik və Ərbəyin ziyarəti ilə bərabər digər ziyarətləri də edirik. Çox şükürlər olsun ki, bu ziyarəti dəvət almışıq. Çox şükürlər olsun ki, bu ziyarətli nəsibimizdə olub həqiqətən. Çünki düz deyim, mən belə başa düşürəm ki, hər bir insan bunu qəbul eləməyə bilər. Məsələn, mənim üçün əhəmiyyətli olduğu kimi başqa bir insan üçün əhəmiyyətli olmaya bilər. Amma bu seçim məsələsi olsa da, fərdi seçim məsələsi olsa da, məsələn, mənim seçimim, sənin seçimin, bu həqiqəti dəyişdirmir. Bu həqiqətən hidayət məsələsinin, həqiqətən şəfaət məsələsinin varlığını sənin seçimini, mənim seçimini dəyişdirmir. Mən bu gün bunu seçə də bilərəm, seçməyə də bilərəm. Amma bu seçimi eləməyə onların ehtiyacı yoxdur ki, PK gəlsin, məni seçsin, mənim yolumda olsun. Və yaxud bu videoya baxan şəxs sənin bu seçimin onların həyatını heç bir şey dəyişdirmir. Əksinə, bu seçimi etməyə, bu yolda olmağa bizim özümüzün ehtiyacımız var. O özün tanıma yolu deyirik. Çox qəribə situasiyalar gedir həqiqətən. Bu ziyarətdə mən onu görürəm ki, heç nə təsadüf deyil və xüsusi planlanmış şəkildədir yaradan tərəfindən. Mənim otaq yoldaşlarımın hər birisinin təsadüfən eyni sideniyada oturmuşduq, arxa tərəfdə 4 xanım idik və bizim bu 4-ümüzün də nə təsadüf ki, buna inanmıram, 4-ümüzün də əsas məqsədimiz özünü tanımadır. Yəni, özünü tanıma yoluna çıxan şəxsləri və bu ziyarət elə məhz özünü tanıma üçün gəlinən ziyarətdir. Həmin xanımlar bunu deyəndə mən şoka düşdüm ki, biz özümüzü tanımaq üçün bu yola çıxmışıq, biz Allahı tanımaq üçün bu yola çıxmışıq və hər bir situasiyaya, hər baş verən, başımıza gələn ən xırda bir şeyə belə görəsən bunun arxasındakı hikmət nədir? Görəsən əslində bizə burada nə göstərir? Mən hansı tərəfimdir ki, ortaya çıxır? Sualını verərək başlayırıq. Və bugün bir daha mən şahid oldum ki, bugün bir daha mən, nə bilim, əmin oldum ki, səhv yolda deyiləm. Özünü tanıma yolu həqiqətən möhtəşəm bir yoldur və bu yol vasitəsilə biz Allahı tanıya bilərik. Bu yol vasitəsilə biz hidayətə çata bilərik, həqiqəti tapa bilərik. Çünki biz nətər, bəli, ağrılı yoldur, bəli, çətin yoldur. Hər insan bunu bacarırmı, bacarmırmı bilmirəm. Bacararmı, bacarmazmı onu da bilmirəm, amma istəyən bu yola çıxır və tək deyilsən. Özünü tanıma yolunda sən tək deyilsən. Özünü tanıma yolu çox dərin və keşməkeşli yoldur. Sən özünlə baş-başa qalırsan və bəzən özündən həqiqətən də zəhlən gedə bilir. Nəfsini gördükcə. Amma o zəhləsi getməyin də bir periodu var. O periodu aşandan sonra özünü sevərək, o tərəfini də sevərək qəbul etsən ki, sən insansan. Sən səhv eləyə bilərsən, sən yanlış eləyə bilərsən. Bugün Əhl-i-Beyt bizə bunları göstərir. Əhl-i-Beyt bizə özümüzlə mübarizə aparmağı öyrədir. Mən demirəm, mən mükəmməl şəkildə nəfsimlə mübarizə aparıram. Yox, mənim də ilişdiyim çox şeylər var ki, mən bu yolda, ayın neçəsidir, 24-düdür də bugün, 20-sinə yoldayıq. Bu 4 gündə mən nəfsimin, özümün elə tərəflərimdən rastlaşdım. Üzümü bir şillə kimi dəydi sözün həqiqi mənasında ki, mən burada bu şeydən keçəmirəm. Nəfsim burada məni ilişdirir, saxlayır. Mən burada bunu eləyə bilmirəm. Burada ilişirəm, qalıram, çətindir mənim üçün. Bəzən özümə şikayət eləyirəm. Amma
gözəldir. Sən bayaq bir otaq yoldaşım var, xanım. Onun bir sözünü yadıma düşdü. Özümdə onu düşündüm. Deyir ki, sən nəfsində sənə ağır gələn nələr ki var, hamısını qırsan, Allahın yerinə qoyduğun şeylərdir əslində onlar. Onları qırsan, görəcəksən ki, boşluq qaldı və boşluğu başlayıb Allahla doldurasan. Allahla doldurandan sonra möhtəşəm bir dəyişim gələcək sənin həyatına. Artıq hər şey yerinə oturmuş sayılacaq. Bəlkə də bizim ən çox ehtiyac duyduğumuz şey yerinə oturmalı olan şeylərdir, bilmirəm. Bəlkə də biz Allahın yerinə doldurduğumuz şeylərin acısını yaşayırıq. Allahın yerinə doldurduğumuz şeylər ki var, onlarla imtihan olunuruq. Ona görə ən böyük məsələ birinci Allahın yerinə nələri doldurmuşuqsa onları tapmaqdır. Sonra onları oradan çıxartmaqdır və yerinə Allahı təkrarən qoymaqdır. Yəni, lazım olanı lazım yerə qoymaqdır. Bəlkə də bütün məsələ budur. Yaradılışda bütün məsələ bəlkə də budur. Ona görə mənim üçün özünü tanıma yolunda Əhl-i-Beyt çox böyük rol oynayır. Özünü tanıma yolunda Əhl-i-Beyt çox böyük kömək eləyir, vasitə olur. Bilmirəm sən özünü tanıma yoluna girməyə başlayıbsan ya yox. Bir dəfə girdin mi çıxa bilmirsən zaten. Davamı gəlir. Amma mənə maraqlıdır ki, özünü tanıma yolunda sən nəyə özünə vasitə seçəcəksən, nəyə özünə işıq seçəcəksən, nəyə özünə meyar seçəcəksən. Ən möhkəm meyar, ən möhkəm vasitə, ən möhkəm dəstək elə Əhl-i-Beytdir. Ki, hansı ki, bugün biz Əhl-i-Beyt vasitəsinə hidayət olunuruq. Yəni, heç olmasa seçdiyim bir şey, meyar olaraq, nə bilim, vasitə olaraq, dəstək olaraq seçdiyim bir şey, çalış heç olmasa sənə şəfaət eləyə bilsin, sənə xeyri olsun, sənə dəstək olsun. Dəstək olmayan bir şey sadəcə sənə yolunda saxlaya bilər. Bu qədər basit. Hələ gecə saat 2-yə qalır. Bir də gördük ki, əskərlər bizim maşını saxlayır. Biz düz üzüncədəki görən nə məsələdir də, nə olur, bəlkə də pasportlar yoxdurlar. Bir də baxdıq ki, bizi evlərinə dəvət edirlər ki, gəlin ehsandan yiyin, evimizdə dincəlin. Həqiqətən İmam Hüseynin eşqi, İmam Hüseynin məhəbbəti belədir də. Yəni, tanımadığımız İraqın çölündə bizi saxlayırlar ki, gəlin bizim evimizdə dincəlin, yemək yiyin. Amma hələ biz Nəcəfə çatmamışıq. Belə. Öyrəndik ki, türkmən ailəsidirlər. Yəni, doğrudan da, baxın, neçə gündür biz yoldayıq, 20-sindən yoldayıq da. 20-sindən bugünə qədər çoxlu möcüzəvi şeylər baş verir. Amma bu tam yerinə düşdü elədi. Özümü o qədər yaxşı istəyirəm, tam ehtiyacım olan anda gəldi. Gör, avtobusu saxlayıqlar ki, gəlin evimizdə qalın. Niyə? Niyə? Hikmət eləyir. Teşekkür ederim. Uzun yol gəldikdən sonra axır ki Nəcəfə çatdıq. Nəcəfdə bir İraq ailəsi öz evində bizi qonaq elədi və burada biz qaldıq, təmizləndik, nə bilim, yemək yedik, hər şey. Biraz da məclis elədik və bir neçə saatdan sonra İmam Əli əleyhissalamın qəbrini ziyarətə gedəcəyik, hərəminə gedəcəyik. Oradan da inşallah artıq yürüyüşümüz başlayır. Nənələrlə bir yerdə İmam Əli əleyhissalamın hərəmindəyik. Allah qəbul eləsin ziyarətinizi. Nə deyə bilərsiniz? Onu deyə bilərəm ki, Allah Taala 2 dənə belə bizə mələk göndəribdir. Biri sağında, biri solunda. Estağfurullah. Allah canlarını sağ eləsin, Allah xoşbaxt eləsin. Halal olsun eləncə anıya ki, beləcə evlad dünyaya gətiriblər, yetişdirirlər. Aynen, utandırırsınız. Yox, estağfurullah, haqq sözüdür. Hə, deməyim odur ki, yəni bu 10 gün ərəfəsində bu uşaqlar bizi Süsən, Aynen. məni
solunda oturan mənim qızım bizi bir dəfə də olsun əlimizi boş buraxmırlar. Ne olur başka şeyler deyin. Onları Sən bizi demə tərifləmir. tərifləyirlər də, nə danışır? Canım benim. Allah ziyarətinizi qəbul eləsin inşallah. Allah ziyarətinizi qəbul eləsin, nə muradınız varsa Allah versin. Amin. Allah sizi daha məndə qoymasın. Amin. Çok sağ İstəyirəm olun. sizi haqqınızı halal Allah edin. hoşunuz olsun. Siz hoşunuz olun. Allah sizə qüvvət versin ki, bu Amin. yolu gəzəsiz, gələsiz. İnşallah. Amin inşallah. Nə muradınız varsa Allaha and verin birliyin xatirəsinə. İki dünya olan xanım Fatma İzahə elə bu günləri bu gecə sizə versin. Amin inşallah. Sağ olun. Öpüşürler. Ya sən də. Suabiyyatla soruşumdan danışır. Deyirəm, intervyu verin. Gəl verin. İnterview verebilirsiniz hanım. Allah hamına nəsib eləsin, gəlsin ziyarət eləsin. Amin. Bində muradı var, Allah duam nəsib eləsin. Can sağlığı arzular. Həyatdan can sağlığından məncə ən yaxşı şeydir. Çok sağ olun. Çok sağ olun. Minnətdarıq sizə. Size, biz de. Sağ olun. خشکی عوض نمی شد این پشت و پناه قلب خستم چی شد ته قصه چون من با خودم تنها نشستم ما هر دو جنگیدیم ولی میدونی فرقمون کجا بود من واسه تو باده این جنگ از اول اشتباه Eşki şahada. Hala bir kol, hala bir sıvı. Çay azarı. Çay. Eşkine yürü. İnsanları görürsünüz bu insanları. Bu insanların hər birinin öz şəhərlərində xüsusi mövqeləri və həyatları var. Kimisi müəllim, kimisi tacir, kimisi idarəçi, kimisi həkim, kimisi general və s. və ilaxır. Amma bunların hər birisini birləşdirən bugün bir nöqtə var, bir yer var. O da Kərbəladır. Kimliyindən, vəzifəsindən, yaşından asılı olmayaraq hər kəs eyni şüar adı altında eyni yerə gedir. Yorğun, aç, susuz, bəzən istidə pişərək. Amma bu eşq onları aparır. Və bu yolun kənarında gördüyünüz insanlar öz yeməklərini, evlərini, sularını xüsusi şəkildə bu insanlara hədiyyə edir. Yəni yalvarırlar ki, gəl sən otalayın. Yalvarırlar ki, bax, gəl məndən yemək ye, görürsünüz, çağırdayım. Yalvarırlar ki, gəl mənim suyumu iç. Qızlar burada durur, çağır şeyini. Hamısı nə üçündür? Hamısı İmam Hüseyin üçündür. Yəni mən elə bir insan ya da elə bir sistem tanımıram ki 50 dərəcə istinin altında gecədən səhərə qədər ter tökə piyada 3-4 gün müddətində bu yolu kimsə geçsin. Yəni elə bir şəxs tanımıram ki o şəxsə görə milyonlarla insan başqa ölkələrdən toplaşıb gəlsin. İmam Hüseyin'dən başqa. İmam Hüseyin elə belə insan olmuyor. Bu açıq və bariz şəkildə göstərir. Çünki 1400 il bundan əvvəl yaşamış bir şəxsin tarixin kələkötürlü yollarından bugünə qədər sağ, eyni formada, eyni dəyərli və daha artaraq, sevgisi artaraq elə bir şəxs. İmam Hüseyin'i inkar edenler mənzərənin içərisində. Milyonlarla insan içindəki nazir çünki bir nurdur və o nur heç vaxt sönməyəcək. Bir neçə saat dincəldikdən sonra gəldik 65-ci əmuda. Bugün niyyət edirik ki, günorta namazına kimi inşallah çalışacaq 300'ə qədər gedək. Görək alınır mı? Bu arada
belə məntəqələr var, tibb məntəqələridir. Burada tibbi yardım, dərman, hər şey bu xidmətləri göstərirlər. Hələ ki davam edirik. Görək necə olacaq. Zaritka qoymaq istər. Assalamu aleykum. Başlayaq danışmağa. Deməli, bildiyiniz kimi artıq ikinci səfərdir Ərbəyindəyəm. Aramızda Ərbəyinin nə demək olduğunu, ümumiyyətlə Kərbəlanın nə demək olduğunu bilən insanlar çox azdır. Düzdür, bilənlərimiz də var. Bilənlərimizdən Allah razı olsun. Bəlkə də sizin kimi tam detallı şəkildə danışa bilməyəcəm. Bəlkə də sizin kimi tam tarixinlə, nə bilim, detalına qədər də bilə bilməsəm də, amma mən istəyirəm ki, mənim yolumda Kərbəla nə deməkdir, mən niyə bu yoldayam, bu yolun məqsədi nədir, onun haqqında danışım Allahın izni ilə. Ümumiyyətlə, hamımız bilirik ki, İslam dininin ən əzizi, Peyğəmbərlərin ən sonuncusu, Allahümmə səllallahu Muhammedin və ali Muhammed, Məhəmməd Peyğəmbərdir. Və imamət Məhəmməd Peyğəmbərin nurunun davamçılığıdır. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin dediyi kimi, Əhl-i Beyt məndəndir, mən də Əhl-i Beytdənəm. Məhəmməd Peyğəmbərin ailəsi insanların Allaha yaxınlaşması üçün, insanların Allahla olan münasibəti, insanların özlərinlə olan münasibətində uğurlu olmaları üçün var. Yəni əslində biz bütün hekayəyə baxanda, bütün yaşanılmışlıqlara baxanda görürük ki, əslində imamətin məqsədi nədir? İmamətin məqsədi insanın özünü tanımasıdır. Fikir verirsinizsə, özünü tanıma yolu, mən mentoram da, yəni özünü tanımaq prosesi ilə bağlı təlimlər, mentor görüşləri, konsultasiyalar verirəm. Və necə oldu ki, heç ümumiyyətlə bu yürüyüş, bu yol, bu istiqaməti bilmədiyim halda özünü tanıma prosesi məni gətirdi, bura çıxartdı. Bir söz var, deyir, özünü tanıyan Rəbbini tanıyar. Həqiqətən insan özünü tanıdıqca onun daxilində bir ehtiyac yaranır. Deməli, gəldik, çatdıq Azərbaycan xeyməsinə. 202-ci əmudlar var ki, burada xüsusi əmudlardır. O əmudlarda Azərbaycanın gözəl vətəndaşları İmam Hüseyn eysanları verir. Dayan gönlümü al Həbibim, dayan nüsxəmi yaz təbibim. Kaldığımız yerler bu cür yerlerdir, xeymələrdir. Qadınlar ayrılır, kişilər ayrı qalır. İçəridə qadınlar var, necə ki bilmiyorum. Belə yerə döşəkləri salıb yatırır. Sən mənə desəydilər ki, sən 50 dərəcə istidə 4 gün piyada yol gedəcəksən,
tanımadığın insanlarla bir yerdə, hər millət, hər ölkədən gələn insanlar var da, yəni onlarla bir yerdə gedəcəksən, çətinliklər keçəcəksən, həm yol baxımından, həm isti baxımından, həm təmizlik baxımından gedərsənmi? Yəni heç bir insan bunu eləməz. Fərqli burada insanlar var və hərəsinin özünün, öz ölkəsində, öz şəhərində fərqli işləri var. Məsələn, kimisi müəllimdir, kimisi həkimdir, kimisi generaldır, kimisi nə bilim polisdir. Amma bura elə bir yerdir ki, hər ölkədən, hər cür insan burada sırf bir şey üçün gəlir, bir hədəf üçün gəlir. İmam Hüseynə doğru getmək. İmam Hüseynin eşqi bu cürdür. Yəni İmam Hüseynin eşqi fərqli insanları bir yerdə toplayır. Gəl. Salam əziz tamaşaçılar, burada bir ana var. Bəli, və kəndisi hamiləyib. Bəli, burada bir nəfər görə bilərsiniz, amma əslində burada 2 nəfər Heç 2 var. nəfər gedir və heç yorulmuruq, heç ayaqlarım da ağrımır. Biraz yalan daşmış ola bilər, bir balaca ağrıyır, amma tam gətirirlər çünki biz Hüseyin yolundayıq. Maşallah. Allah hər kəsi nəsib eləsin inşallah. Gəlin. Uşaqlar mənə belə qulluq edirlər, sağ olsunlar. Allah başlasın. Özünü tanıma prosesindən danışırdım. Ümumiyyətlə bir insan özünü tanıdıqca, özünün dərinliklərinə endikcə, həqiqi istəklərlə yalançı istəklər arasında fərqi çox yaxşı anlayır. Və biz təkcə bədəndən ibarət olmadığımız üçün, eyni zamanda ruhdan ibarət olduğumuz üçün, bizim həqiqi istəyimiz ruhumuzun ən dərinliklərində gizlənib qalıb. Ən dərinliklərində. Və Əhl-i Beyt, İmam Hüseyin, imamət mövzuları elə bir mövzulardır ki, bu mövzular bizim içərimizdəki həqiqi istəkləri ortaya çıxardır. Həqiqi ehtiyaclarımızı üzərə çıxarır. Və bizi nə ki xoşbəxt eləyə bilər, sözün həqiqi mənasında, o xoşbəxtliklərin açarını bizə göstərir. Ona görə mütləq şəkildə özünü tanıma prosesindən hər kəs keçməlidir. Və özünü tanıma prosesi də bir prosesdir ki, sən burada deyə bilməzsən ki, %100 mən özümü tanıdım, getdim, yox. Sən %100 özünü tanıya bilməzsən. Sən davamlı öz üzərində işlədikcə, davamlı özünü inkişaf elətdirdikcə, özünü hər situasiyada analiz etdikcə, sən o zaman özünü yaxından tanıya bilərsən. Və özünü bir dəfə tanımağa çıxdığın yolda proses çox fərqli yönlərə doğru gedir və sən içindəki Allahı tapmış olursan. Yadınızdadırsa, əvvəlki videolarımda danışırdım. İnsanın içərisində olan Allahlar. Ərbəyin yolu, Ərbəyin səfəri insanın içərisində gizlənib saxladığı Allahların ortaya çıxarmasına çox böyük köməklik göstərir. Və əslində Ərbəyin bir səfər deyil, Ərbəyin bir həyat tərzidir. Ümumiyyətlə, imamətin və Əhl-i Beytin gəlmə səbəbi insanın içərisindəki sevgini ortaya çıxarmaq üçündür. İnsanın insanlara olan sevgisini artırmaq üçündür. İnsanın insanlara olan sevgisini artırmaq üçündür. İndi mən sənə sual vermək istəyirəm. Bu mentor tipində olan bir görüş oldu əslində, belə baxıram ki. Mən sənə belə bir sual vermək istəyirəm. Bəs sən necə imamətin davamı ilə gedib, imamətin arxasıyla gedib, eşq səfərində irəliyib, insanlara olan münasibətin nə cürdür? İnsanları sevə bilirsənmi? Bax, bu qədər burada cəmaat var da, bu qədər tanımadığımız ölkələrdən insanlar var. Bu səfər bizə nəyi göstərir? Bu səfər bizə onu göstərir ki, sən milliyyətindən, dinindən, irqindən, cinsindən, kimliyindən asılı olmayaraq hər bir insana Allahın nəzərindən baxmalısan. Yeri gəlsə yeməyini bölməlisən, yerini bölməlisən, suyunu bölməlisən və məhəbbət göstərməlisən. Yalnız o zaman dünyaya çevrilir ki,
İnsanlar bir-birlərinə məhəbbət göstərə bilirlər. İnsanlar bir-birlərini sevə bilirlər. İnsanlar bir-birlərini Allah üçün nələrindənsə keçə bilirlər. Bu yol bizə bunu göstərir. Bu yol bizə fədakarlığın ən uca zirvəsini göstərir. Əslində bir şəhadəti göstərir. Şəhid həyatını göstərir. 5 gün, 6 gün bu yolda piyada gedirik. Tutaq ki, ümumi toplamında hesablasaq hardasa 20 günə qədər bizim səfərimiz çəkir. Bu 20 günü sanki bir növ şəhid həyatının fraqmentini yaşamış oluruq. Şəhadəti yaşamış oluruq. Ona görə Ərbəyin səfəri mənim hər kəsə tövsiyə edə biləcəyim, insanlığın ən ali nümunəsini görə biləcəyiniz o turizm sahəsində bir söz var, degustasiya. Degustasiya eləyə biləcəyiniz, insanlığın degustasiyasını eləyə biləcəyiniz bir mühitdir əslində bura. Ona görə real bir şey, həyatdan olan bir şey görmək istəyirsinizsə, həqiqətən yaşadığınızı, insan olduğunuzu bilmək istəyirsinizsə, mütləq ömrünüzdə bir dəfə də olsa bu səfərə qoşulmağınızı məsləhət görərdim. Ondan sonra görəcəksiniz ki, həyatınız heç də əvvəlki kimi olmur. Salam aleykum. Aleykum əssalam. Allah ziyarətinizi qəbul eləsin. Təşəkkür edirik. Sizə bir neçə sual vermək istəyirəm. Buyurun. Sualımdan biri bundan ibarətdir ki, Kərbəla səfəri, Ərbəyin səfəri sizə nə qazandırır? Sözlər ifadə eləmək çox çətin bu hissləri. Bu eşq mənəvi cəhətdən insanı o qədər ürək həyəcanlanır ki, danışmağa. Çox çətindir hisslərimizi sözlər ifadə eləmək. Sözlə ifadə eləmək olmur, yəni. Çox Bu çətin. bizim üçün bir möcüzədir, biz buradayıq da. Yəni Allahın bir möcüzəsidir, gəlib çıxmışıq bura. Heç ağlımıza gəlməzdi, yəni yuxumuza da girməzdi ki, biz bura gələ bilərik, yəni. Çoxlu dua eləmişik. Allah hamıya nəsib eləsin, hamıya qismət eləsin inşallah. Allahdan dua eləyin, istəyin, Allah hər kəsə nəsib eləyər inşallah. İmam Hüseyin xatirinə Allah hamımıza kör olsun inşallah. Amin. Amin inşallah. Çox sağ olun, təşəkkür edirik. Buyurun. Bəs insanlara nə demək istəyərdiniz bununla bağlı? İnsanlara demək istəyirik ki, imkan dairəsində gəlsinlər, ziyarət eləsinlər və hamımıza nəsib olsun ki, islah ola və hidayət ola inşallah. Çox sağ olun, təşəkkür edirəm. Ərbəyin ziyarət haqqında deyə bilərəm ki, bu ziyarət çox gözəl bir ziyarətdir. Allah qəlbində olanlara nəsib eləsin inşallah. Bu ziyarət mənə onu öyrətdi ki, bu yolda ancaq qardaşlıq, bizi tanımayan insanlar bizə evlərini açır, süfrələrini açır. Bizi tanımayan insanlar ayaqlarımızı masaj edir, əziyyətimizi çəkirlər. Allah hamısının köməyi olsun inşallah. Başqa çox gözəl bir ziyarətdir. İnşallah ki, həsrətində olanlara onu demək istəyirəm ki, Allah Taala nəsib eləsin. İnşallah ki, yığsınlar pullarını, Allah Taala ruzlarını versin, gəlib yaxından görsünlər. Sosial şəbəkələrdə baxmaq bir başqadır. Buranı gəlib dadmaq bir başqa. İnşallah bunu biz yaşadıq, Allah Taala yaşamaq istəyənlərə qismət eləsin. Başqa da nə deyəm? Təşəkkür edirəm. Allah hər kəsə qismət eləsin. Amin inşallah. İnsanlara bəs nə demək istəyərdiniz? İnsanlara elə dedim, inşallah ki, qismət olsun, gəlsinlər. Kiminsə sözünə qulaq asmasınlar. Bu ziyarət çox gözəl bir ziyarətdir. Mən onu eşitmişdim ki, ayaqlar gelmir, Hüseyin Əleyhisselam aparır. Həqiqətən onu mən eşitmişdim, burada daxtım onu. Çox gözəl bir hissdir. Həqiqətən çox başqa bir hissdir. Gələk yaşayasan ki, biləsən. İnşallah ki, gəlib görərsiniz, yaşayarsınız. Siz də bizim, bəlkə də bizdən yaxşı yaşayacaqsınız inşallah. Bu qədər. Əssalamu aleyke ya Abdullah. Ləbbeyk ya Hüseyin. Ləbbeyk ya Hüseyin. Allah qəbul eləsin, çox sağ olun. Ərbəyin haqqında əslində çox geniş mövzudur. Yəni bu bir-iki sözlə cümləyə sığdıracaq bir mövzu deyil. Ərbəyin insan evindən başlayır. Ərbəyin insana İmam Hüseyin Əleyhisselamdan dəvət aldığın andan başlayır. Yəni şərt deyil, mən yola çıxım, özümü islah edeyim. Mən bu yola çıxandan sonra nələrimsə dəyişim. Xeyr. O ki, İmam Hüseyin Əleyhisselamdan dəvətini aldın, artıq insan başlamalıdır. Xoş o insan Allah ki, imamın nəzəri var. İmam sənə nəzər edir və səni öz yaşadığı
balaca şəhərinə 20 milyon, 30 milyon sığdıra biləcək insanların arasına qatır. Bu, həqiqətən insan üçün böyük bir lütfüdür. İnsan başlamalıdır özündən qurbanlar verməyə. O qurbanlar da təbii ki, bizim günahlarımızdır. Ümumiyyətlə, Əhl-i Beytin bizdən istəkləri sadəcə və sadəcə 313 nəfərdən biri olmaqdır ki, biz özümüzü islah edək. İmamın, sonuncu imamımız, salam olsun ona, salam olsun onun paç nəslinə, simasına, əllərinə, hər cisminə. İmam Zaman əleyhissalamın xas naiblərindən olmalıdır hər birimiz. Yəni, imamlar bunun üçün, Allah Teala bunu bizə özümüzü islah etmək üçün imamlarımızı göndərir. Yəni, Ərbəyin sadəcə yeridim, gəldim, imamın ağadını salamladım, dünya istəklərimi dedim, yox, bununla bitmir. İnsan buradan mənəvi və ahirətini qazanmış olur. Xoş, o insan halda ki, mənəviyyatla, ixlasla, ədəblə, ərkanla, tərbiyə ilə ziyarətini başa vurur və imamın razılığını alır. Hər kəsə ədəb, mərifət, tərbiyə, ixlasla ziyarət etməyi arzu edirəm. İnşallah bizlər də onun içərisində. Amin inşallah. Təşəkkür edirəm. Çox sağ olun. Ərbəyin fədakarlıq deməkdir. Biz Ərbəyində təmənnasız sevgi görürük, təmənnasız xidmət görürük. Bütün gözəlliklər həqiqətən də Ərbəyində cəmlənmiş şəkildə görürük da. Həyatımda ilk dəfədir ki, Ərbəyin ziyarətindəyəm. Amma o qədər doğma gəlir ki, mənə sanki ilk dəfə deyil, son dəfədə olmayacaqmış kimi hiss edirəm. Ərbəyinə attığım ilk addımdan etibarən həqiqətən Allahın inayəti və imamın mehribanlığını hiss edirəm. Və bu yolda heç yorulmaq yoxdur, bezmək yoxdur. İnsanların sevgi ilə necə xidmət etdiklərini gördükcə insan daha çox nələrsə etmək istəyir. Belə. Təşəkkür edirəm. İnsanlara nə məsləhət görərdiniz? İnsanlara məsləhət görürəm ki, oxuyub araşdırsınlar. Çünki İmam Hüseyin təkcə şiələrin deyil, hər hansısa bir məzhəbə aid deyil. İmam Hüseyin bütün dünyanın imamıdır. Bütün müsəlman və ya qeyri-müsəlman, bütün insanların imamıdır. Həqiqətən oxuyub araşdırsaq, imamın nə qədər mehriban olduğunu başa düşərik və hansı səbəbdən, nə üstündə, nə üçün şəhid olduğunu da anlayarıq. Onun üçün də insanlara oxuyub araşdıraraq imamı sevməyi tövsiyə edirəm. Təşəkkür edirəm. Çox sağ olun. Sizdən inşallah. Çox Nerede otur? Çay götürürüz. Ha, buyur burada. Çay. Sevda, götürün onlardan götürün. Əzməyə də götürün. Salam Sultan xanım. Salam. Necəsiniz? Allah, süper. Siz necə hiss edirsiniz? Şükür, yaxşı olun. Şükür Allaha. Yürüyüş necə gedir? Allah, çox gözəl. Gəlmişik Azərbaycan möhtəminə. 200 neçədir bura? 200 neçə? 66. Bizə çox gözəl xidmət edirlər. Allah razı olsun ərbəsinlər. Yemək yeyirəm indi. Xoş olsun. Sağ olun. Sizə gəl bir yerdə olsun. O şahın düştü ayağına tusağa Arz eyledi ey xavk dari şavketi Abbas Ya Hazreti Abbas, Ya Hazreti Abbas, Ya Hazreti Abbas, Ya Hazreti Abbas
Əsqər üçün Həzrəti Abbas Ləb teşnə görüb əsqər üçün Həzrəti Abbas Ya Həzrəti Abbas Ya Həzrəti Abbas Ya Həzrəti Abbas Ya Həzrəti Abbas Hər bir dəxi mən istəmərəm bu yeri səndə Bundan sonra qardaş dolanam rahatım səndə Bu ərbəyində Nəhri yəlgəndə Batanaya salam kaşəbəl fəzlə Yenə qonaq olam Kərbəlasız يطلع من بطن امه يريد يسوي حسينيه انذر عمرك بس لحسين انذر عمرك بس لحسين دنيا وقضيه عندك شيمه تدري اللي ينطق لاص الماي شم افضل زينه اتعب واخدم Yürüyüşümüzün 3-cü günündəyik. Rəfiqəmi tapmışam. Gedirik. Azərbaycan xeyməsində qaldıq bir gün 515-də. İndi gedirik növbəti Azərbaycan xeyməsinə 692-dədir səhv eləmirəmsə. Ora qədər yürüyəcəyik. Çalışacaq ki, bugün demək olar ki... Salam xala. Salam. Salam. Maliye. Sana Fransa canım okuyacağım. Canım. Terfayı koyayım. Teşekkür ederim. Belə getək. Hə. Çalışacaq bugün bir hadisi 800'e qədər gedək. Sabahda inşallah yarısını tamamlayacaq. Bu yolun heç bitməyini istəmirəm, heç. Çalışacağım bu yolu çox az video çəkeyim, üzürü sayın. Daha çox zikirlərlə məşğul olacağım. Çünki bu orta hissi mənim üçün fərqli bir enerjiyə malikdir. فيه هنا بدله Gəldik çıxıb İmam Hüseynin tələbinə. Bura Telli Zeynəbiyyə sayılır. Xanım Zeynəbin məqamı olan yerdir. İndi inşallah içəri daxil olmağa çalışacağıq. Görək sıxlıqla daxil ola biləcək. Selamun aleyküm ya abi. يلا بحق يلا Telli Zeynəbiyyəyə daxil oluruq. Bismillahirrahmanirrahim.
YouTuber. I'm YouTuber. Yes, of course. Give your channel and subscribe. Peyker İbrahimova. And subscribe. Okay. Nice to meet you. Nice to meet you too. Yeni başlayan YouTuber demek istedim yani. Selamun Aleyküm hanım Zeynep. Nece izdiham var, ne kadar adam var. Bəxşi, yüzünüzü görməyinizi istemezdim ama yinəməyəm. Yani yüzünüzü görmək demək deyən, yani yüzünüzü göstərməyini istemezdim. Xalalar video çəkir. Bəli. ممنوع عكس ممنوع Burada belə su şeyləri var. İnsanlar burada su içirlər. Sərin sular qoyulur. Girişə doğru yaxınlaşırıq. Burada xidmətçilər durur, yönləndirirlər. Qadınların girişi bu tərəfdəndir. Bu tərəfdən girəcək. İmam Hüseyin ziyarətini elədik, çıxdıq. Allah bütün ziyarətləri qəbul eləsin inşallah. Bayraklarımız da var. İtəndə bir-birimizi bu cür tapırıq. Oy, yıxılmışdım. Ay, yavaş-yavaş geçək. Çox gözəl, feyizli ziyarət oldu həqiqətən. Çox keyif aldım. Hamınızın dışarıdadır, qabaqda. Kavşar vələdi. Günbəzi göstərəcəm sizə indi. Görürsünüz günbəzi. Güzel. Sağ ol ağacan. Çok sevirəm səni. İnşallah Allah nəsib eləsin ömrümüz sonuna qədər səni çox sevirim. Sağ ol Hüseyin canım. Təşəkkür edirəm mən dəvət etdiyim üçün. خويا خويا هاي المحامل قام ردني فاطمة وبنيها وبنيها وأبيها Bu
Bugün Kərbalada sonuncu günümüzdür. Qayıdırıq. Yəqin ki, ayın 8-nə 9-una Gürcüstanda olarıq. Gürcüstana da birbaşa uçuşumuz var. Bura səyyar satış eləyən, bilim, qəribə bir hüzün çökür insanın içinə. Adam getmək istəmir. Ümumiyyətlə, həyat insana çox fərqli cür rəftar edir burada. Burada sənin abu-havan da fərqli olur, sənin yanaşman da fərqli olur, sənin fikirlərin də. Keçən il də bunun fərqinə varmışdım. Bu il də fərqinə vardım ki, Ərbəyin insanın içindəki bütün xarab xüsusiyyətləri, bütün mənfi tərəfləri, gizlin tərəfləri biz mentorluqda keçirik də mənlər, ictimai mən, kör mən, gizli mən, aşkar olunmayan mən, o mənləri ortaya çıxardır. Və elə bir formada ortaya çıxarır ki, türklərin bir sözü var, kapana qısılmaq. Oca çıxandan sonra sən, yəni neyniyəsən, oca görürsən də, üzləşmə prosesi çox çətin olur. Və üzləşdikdən sonra onu həll eləmək üçün sənə sözün həqiqi mənasında bir iradə, bir, nə bilim, şey lazım olur da, nətər deyim? Peykarı tanıdım. Şükür ki de bu yolda peykarı tanıdım. Ay can, cümle kururdum. Cümle kururdum. Yani değiş. Zəhmət olmasın. YouTube'da paylaşacağım bacı. Yox, onu da başdan. Başdan çəkirəm. Zarafat YouTube'da paylaşacağım. Sən Pekar tanıdım. Pekar, sən çox sevdim. Pekar da sən çox sevdim. Bunu kim öldürüb bunun içində? Genel uşaqda bu bağ hurcununa bak. Neyse. Ben de o xalanı sevdim. O xala mamamdı. Bu kızı da sevdim. Bu kız beni sağalttı. Seyit cəddinizə qurban olum. Seviyorum. Həqiqi Seyitcan. Oradan. Maşallah. Musa Kazım'ın Sevanı da bayandım ben. Sevdiymiş. Musa Kazım'ın neslinden geldim ben. Maşallah. Ben de istəyirəm. Evet. Aynen. Heydar, ey mazlum ey fatih, Heydar, Heydar, kaldı Heydar. Veridin içine yatıp, Kerbula'na kalına bakıp sarıları. İntizar, figan ediyor, bağda şehir. Zamanındayım fakat Heydar, bonasa, Heydar, şahara. Ali, Ali, Ali. Artıq Gürcüstandayıq, məsciddəyik. Oturub gözləyirik ki, axşam saat 1-də uçuşumuz olsun. Sonra gələk Azərbaycana, oradan da Gəncəyə. Ümumiyyətlə, çox qəribəyəm, donmuş hiss edirəm özümü. Heç bir fikrim, heç bir düşüncəm yoxdur. Heç nə haqqında düşünmək istəmirəm, heç nə haqqında fikirləşmək istəmirəm. Dincəlmək istəyirəm, təzə yatmaq istəyirəm. Yəqin ki, fərqindəliklər, yəqin ki, düşüncələr bir müddətdən sonra gələcək. Çünki bəzən el olur. Prosesin içində olanda biz düşünə bilmirik. Prosesin içində olanda tam şəkildə istədiyimiz o mənəvi dad olur, fərqindəliklə bağlı. Onu yaşaya bilmirik. Amma inanıram ki, bir-iki gün keçəndən sonra, bəlkə də bir həftə keçəndən sonra bunlar haqqında düşünəcəm. Bir də biz siz nəyin fərqinə varmış. Məni çoxdan izləyən insanlar bunu bilir. Əvvəllər
daha çox fərqindəlik yaşamaq üçün free writing eləyirdim. Daha çox dəftər, ruçka yanımda daşıyırdım. Hər anımı, hər saniyəmi fərqindəliklə keçirdirdim. Yəni analiz edirdim. İndi artıq sanki o əvvəlki analizlərim yoxdur. Yəni yazıda yoxdur. Düşüncədə davam edir bunların hamısı. Bilmirəm bu yaxşıdır ya yox, yaxşı xəbərdir ya yox, amma sanki artıq biraz dəftər qələmdən uzaqlaşdığımı hiss edirəm. Bunun səbəbləri ola bilər yaşadığım hadisələr, ola bilər şəhər dəyişikliyi, ev dəyişikliyi, məkan dəyişikliyi, amma darıxmışam dəftər ruşqaya sarılmağa, gecələr saat 1-də, 2-də, hamı yatanda zalda otağıma keçib, şam yandırıb, melodiya qoyub fərqindəliklər yaşamaq üçün darıxmışam doğrudan da. Öz üzərimdə işləmək üçün darıxmışam. Yəqin ki, bundan sonraki yaxın periodu buna ayıraram sırf özümü analiz eləməyə. Çünki düşünürəm ki, artıq həyatımın elə bir nöqtəsinə gəlmişəm ki, o donma periodu var idi. Hamınız bilirdiniz, o periodu nəzərdə tuturam. Həyatımda bəlli bir hadisələr baş verdi və o hadisələr mənim biraz başım qarışdırdı. Ondan əvvəl yolculuğum özümdən idi. Sırf daxilimdən idi, daxili analizimdən idi. Sanki artıq o periodu keçmişəm. Sanki artıq o ağrılı periodların içərisindən keçdiyim bir dövrdəyəm və sırf özümlə üzləşməli, özümü yenidən tanımaq, özümü yenidən qarşılamalı olan bir dövrdəyəm. Elə gəlir mənə, elə hiss edirəm. Yəni sanki artıq dənizin dibindəki qumlar bayaq dənizin üzərində idisə, bulanıqlaşmışdısa da, indi sanki dənizin altına yığılır və dəniz durudur, şəffafdır. Həyatımın o şəffaflıq dönəmindəyəm sanki. Hər şeyi, dibi daha net görə bilirəm sanki. İndi o dibdəki net gördüyüm nə ki daşlar var, nə ki qumlar var, nə ki nə bilim balıq qulaqlar var, məcazi mənada da olsa, sanki onları bir açıb əlimə baxmaq istəyirəm. Bir materialına, bir özünə, bir dərinliyinə baxmaq istəyirəm ki, nə var, nə yox, nə daşıyıram içimdə, nələr yığmışam bu qədər müddət ərzində. Ümumiyyətlə, ərbəyin yolu bir insanın özünü tanıma yoludur. Yəni, sən əgər özünü tanımaq istəyirsənsə, mütləq şəkildə ömründə bir dəfə də olsa ərbəyin yürüyüşünə qoşub. Bir marafondur, bu bir challenge-dir əslində. Dini bir challenge-dir, mənəvi bir challenge-dir. Və sən bu challenge vasitəsilə doğrudan da özünü aydın şəkildə analiz edə biləcəksən. Əgər fərqindəliklə baxmaq istəsən, yola fərqindəliklə çıxmaq istəsən. Çox şükür ki, həm yol yoldaşlarım, həm dostlarım, həm yolun özü və baş verən hadisələr, şükürlər olsun Allaha ki, mən özümü yaxından tanımağım üçün bir vasitə idilər. Mən özümü yaxından tanımağım üçün köməklik göstərdilər. Mən bu yolda özümün mənfi tərəflərimi, zəif tərəflərimi, düzəlməyə ehtiyacı olan tərəflərimi çox aydın şəkildə gördüm. Öz güclü tərəflərimi də gördüm, müsbət tərəflərimi də gördüm. İmtahan verdiyim mövzulardan elələri var idi ki, çox rahatlıqla çıxdığımı gördüm. Elələri var ki, hələ də imtahanımın davam elədiyi bir periodu gördüm. Ona görə bu yolculuq ləzzətli bir yolculuqdur, amma bir o qədər sancılı bir yolculuqdur. Sancılı olmağı da bizim tərəflərimizdən asılıdır ki, sanki burada hər şey ələnir və sənin ələyinin üzərində qalan şeylər sənin özəyin olur. Və sən o özəyini indi sıra ələnən o özəkləri ələkdən götürmək, baxmaq, tanımaq və növbəti ərbəyinə qədər onlar üzərində işləməkdir. Ümumiyyətlə, inkişafımı həmişə bir illik götürürəm, ərbəyindən ərbəyinə. Bir il boyunca nələr eləməyə bacarıram, bir il boyunca nələr eləyəcəm və ərbəyin əslində bir həyat tərzi olaraq ərbəyindən sonra yaşamım necə olacaq? Yəni, bu boyda şeylər, bu müsbət və mənfi tərəflər sırf ərbəyin müddətində, 20 gün müddətində idimi? Yoxsa bir ömür boyu mən bunu həyatımda tətbiq edə bilərəmmi? Eləyə bilərəmsə ən yaxşı necə eləyə bilərəm? Bu fərqli-fərqli suallardır, fərqli-fərqli periodlardır.
Belə Allah hər birimizi tutduğumuz yolda, tutduğumuz mövqedə, getmək istədiyimiz yolda uğurlu eləsin, başarılı eləsin. Həqiqətən həyatda heç bir şey təsadüf deyil. Qarşılaşdığımız insanlar, rastlaşdığımız insanlar, bir saniyə belə olsun həyatımıza girən insanlar mütləq şəkildə bizə nələrsə öyrədir. Bunun fərqindəyəm. Geriyə qalan sadəcə bizim onu ağıllı başlı oturub analiz eləməyimizdir. Almalı olduğumuz mesajı almaqdır, öyrənməli olduğumuz dərsi öyrənmək. Çünki deyir insanlar sənin həyatına bir çox səbəbdən ötürü girir. Ya səni yaxşı bir insana dönüşdürmək üçün, ya səni bir yerdən başqa yerə aparmaq üçün, ya da səni güclü bir şəkildə səni öyrətmək üçün, yəni səni dərs vermək üçün girir. Allah hər birimizi qarşımıza asanlıqla, rahatlıqla, mərhəmətliklə dərs ala biləcəyimiz insanlar çıxarsın. Amin. Can ağa, sana kurban ağa, sen yediler can ağa, sana kurban ağa, sen yediler can ağa.